şaftalı piroqumuzu dedim belə də çəkim. Doğranmış formada. Hələ yeyilib üstündən. Alt hissəsini o videoda bundan qabaqcında görəcəksiniz ki, belə qızarmış hissəsi biraz qaralmış olan yeri var idi. O qaralmış olan yerini mən təmizlədim. Təmizlədim bu formada. Alt hissəsində qalır da. Üst formasını çevirirəm, alt formasında qalır da. Bu şaftalı alt hissəsində idi. Özünüz də bundan qabaqçı videoda görəcəksiniz. Yəni mən alt hissəsinə düzdüm, sonra xəmiri tökdüm və bişirdim. Bişəndən sonra da xəmiri ağzı üstə çevirdim. Sonra yəni alt hissəsindən şaftalılar çıxdı. Yəni qalanlarını da göstərmək istəyirəm. Bunu mən yoldaşımın zakazından bişirmişəm. Həqiqətən çox bəyənir. Yəni mən ikinci dəfədir yenə qeyd edirəm bişirdiyim. İkisində də çox super alındı. Yəni zövqə görə qoz da əlavə eləyə bilərsiniz. Çox qəşəng görünür. Dadı inanın həqiqətən çox qəşəngdir. Mən diyetdə olsam da bir damcı dadına baxdım. Çünki keçən dəfə də dadına baxmamışdım. Yoldaşım çox təriflədi deyə təxmini bu qədər deyim də, bu qədər balaca. Belə balaca dadına baxdım. Həqiqətən də çox qəşəngdir.